Salam əziz dostlar, mən bugün sizlərə kompüterin temasını dəyişmək öyrədəcəm. Bunun üçün biz Kustopak Tools proqramını yükləməliyik. Gördüyünüz kimi bunu internetdən və yaxud da Google-dan hər hansı bir internet saytından göndərmək olar. Bunu göndərdikdən sonra açırıq. Açdıqdan sonra belə bir şey gələcək və burada bu sizə temanı dəyişməyə kömək edir. Baxın, mən temanı belə bir formaya salmışam. Kustopak giririk. Gördüyünüz kimi burada temalar var. Əslində bu temaların heç biri olmayacaq sizdə. Sadəcə bir dənə var, bu olacaq. Bunları yükləmək üçün nə etməliyik? Burada yazılar var, gördüyünüz kimi altda. Kustopak.com yazılıb. Oraya giririk. Sonra belə bir səhifə açılacaq. Burada Kustopak galeri var. Yəni Kustopakı buradan da göndərmək olar. Yəni kustopak.com yazıb downloada basırsınız, göndəriləcək. Biz indi onun temalarını göndərək. Kustopak galeriyə giririk. Siz burada hər hansı, məsəl üçün sizin kompüteriniz, mənim kompüterim Windows 7 olduğu üçün buradan Windows 7-ni seçirəm. Əgər burada sizdə XP-dirsə və yaxud da Vista-dirsə bunlar seçə bilərsiniz. Sonra da filteri basıb temaları göndərə bilərsiniz. Məndə Windows 7-dir və Windows 7-ni seçmişəm. Gördüyünüz kimi temalar gəlib. İkinci səhifəyə seçək. Görələrdən əvvəl. Gördüyünüz kimi qəşəng temalar var. Mən bunu göndərmək istəyirəm. Bunun üçün də bunun üstünə gətirirsiniz və belə bir şey gələcək. Downloada basırıq. Basdıqdan sonra belə bir şey gələcək. Burada server kustopak.com yazılıb. Ona bir dəfə tıklayırıq. Gördüyünüz kimi tema yüklənir. Mən videonu dayandırım. Sizə belə yorulmasınız. Mən videonu dayandırıram. Gördüyünüz kimi gəlib. Bir dəfə gəlsin. Videonu biraz tez aç. Gəldi. Bu açaq. Müdahilə. Gördüyünüz kimi belə bir şey gələcək. Bu yüklənir. Daha doğrusu yüklənir. Şimdi bu yüklənirsə deyək. Gördüyünüz kimi Kustopak belə bir şey gələcək. İndi bunu düşünsək. Yükləndi. İndi sonra Kustopakı açıb yüklüyorsunuz da. Kustopakı belə də etmək olar. Onu yükləyirik. Sonra Kustopaka giririk. Biraz gec atladım mən kompüterimə. Biraz çəkdik. Yenə həmənki Kustopak giririk. Gəldi. Gördüyünüz kimi belə bir şey burada gəlir. Bir sıralanır. Mən köçürtmüşəm. Bunu ekrana qoymaq üçün install this pack. Yəni ortada. Baxın. Buna giririk. Girdikdən sonra next step. Sonra install Kustopak. Gördüyünüz kimi tema gedir. Yəni tema öz-özünə dəyişiləcək. Belə bir şey gəlir. Sonra da Pajazda подождите. Yəni gözləyəcək. O yüklənsin. Biraz gözləmək lazımdır. Biraz gözləyək. Gördüyünüz kimi belə
Hələ yüklənməyib, o yüklənsin. Yəni burada papkalar da dəyişir, mişqalar da dəyişir. İndi belə öz Windows 7 temasını aldı, indi dəyişəcək. Gördüyünüz kimi papkalar məndə başqa cür idi, belə idi, indi dəyişib. Burada da belə bir şey alınacaq, belə onu da belə buradan girmək olur papkalara. Evet, sesin. Hələ şey yükləmə gedir. Qoy mən videonu dəyətdirəm. İndi o yüklənsin. Gördüyünüz kimi hələ yüklənmədi. Mən tez açdım videonu. Baxın, texnoloji öz yerini tutub. Açasın. İndi birazdan görəcəyik. Aha, gördüyünüz kimi gəldi. Burada temalar özü də dəyişilir. O dəyişilsin. Bu video biraz uzun oldu. Ne yok. Evet, yüklensin. Aha, yüklendi. Bu yüklenen sonra size bir çaşdıracaq bir şey gələcək. Bu da dəyişilib, sarı olmuş. Yüklənir, çaşdırır adamı bu. Ümumiyyətlə Windows 7 şeydir. Gizlətməyi sevir. Çox gizlətmək istəyir hər şeyi. Belə bir şey gələcək. Biz buna basdıqda kompüter perizavuzda verəcək. Lakin biz X-i basıb çıxırıq, daha eləyirik. Sonra quit var, quitə basırıq və gördüyünüz kimi tema dəyişdi. Baxın, tema dəyişdi, mişqalar da dəyişir. Yəni burada sizə mişqanın dəyişməyi də öyrədim. Sağa basırıq, ən axırıncı yeririk, tema dəyişmə yerinə. Bizim buradan da tema dəyişə bilərik, ancaq bunlar belə qalır. Gelirik, burada mış sözü var, burada. Gelirik ona. Sonra buradan gördüyünüz kimi mişqaları dəyişirik. Üstünə basaq və belə bir şey gəlir. Hansını istəsək, seçə bilirsiniz. Basırsınız. Sonra OK edirsiniz. Mən dəyişmək istəmirəm, belə də qalsın. Məni izlədiyiniz üçün təşəkkürlər. Sağ olun.